Dostlar salam, necəsiz? Bugün mən yenə də dolma bükəcəm, yarpaq dolması. Bax bunun ətidir. Ətə vurulub quyruq, dana əti, göyərti, keşniş süd, petruşka, duzu istiyotu, yağı, hər şey vurulub ətə, düyün içinə qədər. Burada da bizim Azərbaycan yarpaqlarımızdır. İndi mən bunu bir-bir bükürəm, balaca-balaca. Sizə göstərirəm. Bax, bükülmə qaydasında sizə göstərirəm, mənim əziz izləyicilərim. Balaca-balaca qəşəng bükürəm, həvəslə. Tam hazır olsun. Bax, beləcə bükdüm. Bir-bir. Tam hazır olanı bu qaydada bükməyin. İndi baxır, balaca yarpaqdan belə çıxır, böyük yarpaqdan biraz böyük çıxır. Mənim əziz dostlarım, tam hazır olsun, mən sizə göstərəcəyəm. Öpürəm sizi hamınızı, abunə olmayı yaddan çıxartmayın. Dostlar, dolmalarımızı bükdük. Baxın, necə də gözəl. Səliqə ilə bükmüşük. Bax, yığırıq belə səliqə ilə. Riyadla yığırıq da, riyadla. Yəni bir-birinin üstünə belə aşırtmırıq. Akuratla. Yığdıq hamısını akuratla. Qəşəng. Sonra bunu qoyuruq bişməyə. Üstünə də yağ əlavə edirik. Düzdür, ətinə də yağ vurulub. Amma üstünə də əlavə edirik ki, parıltısını itirməsin. Yəni hamını yığırıq bura. Çox qəşəng. Görün necə də gözəl, yaraşıqlı, qəşəng oldu. Baxın. Bu bizim dolmalarımız. İndi qoyacağım bunu bişməyə. Bişəndən sonra mən sizə göstərəcəm. Mənim əziz dostlarım, sevimli dostlarım. Öpürəm hamınızı, sevirəm hamınızı. Və abunə olmayı yaddan çıxartmayın. Çox sağ olun. Yavaş-yavaş pişir. Görün suyuna baxın. Görün necə də gözəl. Çok güzel, şeffaf suyu var. Qəşəng. Bişir, ucu az qalıb. Tam yağa düşəndən sonra biz bunu söndürəcəyik. Görün necə də qaynayır, bişir. Süper. Görün. Maşallah olsun. Yani dolmaya söz yoktu ya. Süperdi, süper.